98'lərdə. Ondan sonra mən yuxu ilə canlı görüşüm olub Allahla. Ama o yuxunuz da sizə nəsə bir şey, bir Deyirəm də işarə bu verib. işarəti sonra öz-özlüyümdə Allah Taala belə yozdu da. Yəni bu yuxu mənə 98-ci ildə göstərildi Allah tərəfindən. Ondan sonra mən yuxu görməmişim. Görürsəm də elə iş yadımda da qalmayıb. Yəni hikməti onunla açıqlandı, amma sonra axı mən 98-ci ildə artıq mən Allahla görüşdüm. Ürək gəldi, qəlbimdə söhbət etdim. Sonra hikmət aləminə dəvət olun. Bunlar canlı yaşandı. Məsələn, mən ilk dəfə bu kitab hələ oturmuşdum kresloda, belə özüm üçün düşüncəyə dalmışam. Özümdən bir ixtiyar durdum. Keçdim uşaqların otağına, balaca bir kitab rəflərimiz var idi. Orada belə vərəqlədim, bir kitab var, broşura kimi belə nazik, ulduz fallarıdır, nə bilim nələrdir, müdrik sözlərdir orada var. Onu götürdüm, gəldim, əyləşdim, vərəqlədim və orada bir kəlmə söz oxudum. Millətçilikdən o kəslər danışarlar ki, savadsızdırlar. Onlar bilməlidir ki, bütün insanların irgən əcdadı birdir. Hansı millətdir? Bəlkə biz bunu tapmalıyıq. Başa düşdün mü? Görürsən, Quranda İbrahimin atası Azər. Azərbaycan sözünün kökü. Azər. Deməli, bütün millətlərin irgən əcdadı Azəridir. Bax, bu belə açıqlandı. Düzdür, çox vaxt xərcləndi buna, çox kitablar vərəqləndi, çox sözlər gözdən ələndi. Belə asanlıqla əldə olunmadı, indi asan danışsam da. Amma bu millət yaranışdı, Azərdən yaranıb, bütün millət, dünya, millətlər. Bunu indi Allah Taala özü bəyan edəcək, saatı var. Mən sadəcə eşidirə bilirəm. Qəlbdən indi səni təbrik edirəm. Deyirsən ki, bir həftədir ki, mən qəlbimlə söhbətə gedirəm. Heç nə istəmə. Qızımı bir yana çıxardım. Təbii ki, sən qızını da istəyirsən bir yana çıxardasan, borçdan da qutarasan. Eləcə dizin yalvar ki, harda səhv etmişəm, məni bağışla. O bilirsən nə istəyirsən. Emir xanım, Bakı deyir ki,